Salam değerli əziz YouTube izləyicilərim, bu günləri Binəqə qəsəbəsində sizlər üçün çox gözəl və möhtəşəm bir həyət evinin çəkilişinə gəldik. Salam değerli izleyicilerimiz, möhtəşəm evimizin təqdimatına gəlmişik. Evimiz çox səliqəli haldadır. Tam ana yolun üstündə yerləşir. Buyurun Rövşən bəy. Gördüyünüz kimi değerli dostlarım, uşaq bağçası, qarşıda baba aşağıdan başı belə çək. Bax qarşıda bax məktəb. Bax Dövlət məktəbi, 218 nömrəli məktəb. Bina bu tərəfdə, bu da. Bina univermaq, nə bilim, hər şeydə, yəni hər şey ayağının altında qalan asfalt yol, asfalt yol, marşrutka yolu, hər şey yanında olan gözəl, tam əşyalı. Qiyməti neçə Ayşə xanım? Qiyməti 110.000 reallıq olsa göz endirim olunacaq. Özü də. Evimiz möhtəşəm bir evdir değerli izleyicilerim. Özü də 4 otaq. 4 otaq. Kim belə eləyib? Aşın belə eləyə bilərsən? Yox, elə eləyə bilməm. Dəyərli izləyiciləriniz, Rövşən bəyin əlaqə nömrələri 051 558 08 28. Ayşə xanımın əlaqə nömrələri 055 570 96 40. Zəng edərək bu gözəl həyət evini gəlib əldə edə bilərsiniz. İnşallah qaçırtmayın. Buyurun ətraflı indi sən enirik, keçirik. Təqdimata keçirik. Bəli dəyərli dostlarım, gözəl dostlarım. Bax, bu məhlə dövlət şirin suyu, qazı şirin, hər bir şərait olan evdir. Bu məhlə baxır 2 dənə cəmcüm qapıya. Buranı istəyirsən bax həyətə tomet elə. İstəyirsən metlaq elə. İstəyirsən abrisok elə. İstəyirsən nə bilim laminat elə. Nə ürəyin istəyir elə. Bu ağaz interesimi çəkdi Ayşə xanım. Elə mənə də qəribə gəldi. Atam tarzan zatsan. Gəlin burada dəyərli dostlarım. Evimiz mükəmməl, 4 otaqlı, əşyalı həyət evidir. Deməli, baxın. Qazı, işığı. Baxın, sayğaclar hamısı burada. Qaz, işıq. Gəlin bura. Ayşə xanım, zəhmət olması evin bir dənə gözəlliyinə baxın. Bəh. Gözəllik Super. deyil, həyatdır. Və bir də ki, dəyərli dostlarım, düz Qaraqara evdən Həzaslanova qədər Başxanov Razin fərqi yoxdur. Hardan ürək istəyirsə, mənzilli evlər, çəkilişimiz VIP-dir. Zəng elən, gəlin, ödənişli, tez bazar satmaq istəyirsinizsə Sultan ofisə müraciət elən, sizin evinizi tam ətraflı, geniş, sənədlərinə qədər hər bir şey çəkək, göstərək izləyicimiz gəlsin qapından səndən ev alsın. Gəlin bura dəyərli dostlarım. Evimizin dövlət suyu sayğacına qədər var. Evimiz yerdən 7 daş kürsülü qoşa daşla tikili şəxsi evdə. Evin hər şeyini göstərəcəm. Ekranı bir dənə yaxına eləşirsiniz. Kanalımızı bir dənə bəyənirsiniz. Ayşə xanımdan sizlərə təqdim eləmədiyim bir şey yoxdur dayanı ki. Hər şey təqdim edirik. İndi isə buyurun. Ya Allah Rövşən bəy, nə Gəlin. hoqqa verirsən. Hoppa verirsin abi. Gəlin bura. Bax, kombisi burada. Minutqası burada. Qaz sobası burada. Pişiyi də burada. Uç seni yarım o. Uç seni yarım o. Buna bak hele. Banka, balon, malon. Aha. Yani her şey dayan. Böyle olmayan bir şey yoktu. Bak, bir tane suya bak. Süpermen gibi. Gelin buraya Ayşe Hanım, zahmet olmadı. Gelin buraya. Evimizin bax. Sensör qovşağı. Yaxınlaş. Yaxınlaş. El damısı. Bir dənə görsən, bir dənə belə, bir dənə belə. Eləyə bilərsən belə. Eləyə bilərsənsə elə. Eləyə bilərsən belə. Eləyə bilərsən belə. Bir dənə belə, bir dənə belə. Bax, şirin suyu, baxın, gəlin bura. Evin arxasına keçmə yolu rahat, qəşəng, səliqəli. Gəlin bura dostlar. Bir dənə belə, bir dənə belə. Eləyə bilərsən. Atam qaçmadı, kablukla mən ancaq çatıram sənə. Ay, nə olacaq? Canı soğuşur. Bir dənə anamızın bacısı. Güllü, çiçəkli, səliqəli, bəh. Analar, bacılar. Baxın bir dənə. Əhtəşahlara baxın. Güllü bir dənə güldü. Həyata rəng qatırır. Həyata rəng qatırır bu güllər. And olarlar. Hərəsinin bir insana verdiyi gözəl aurası var da. Hərəsinin bir aurası var. Aurora listə bir dənə baxın Ayşə xanım. Avropa list deyil, o Lavrov listi. Aurora deyirəm mən. Gəl. Dəfnə yarpağı Azərbaycan. Dəfnə yarpağı, bəli. Oy, borçun dərmanıdır. İnan ki, borçun dərmanıdır. Ürəyim borç istədi. Bunu qoyurlar tiplərinə gəl, ruzu bərəkət. Bəli, qoy da qoy. O düzdür. İçindən məşğul ol. Mən bunu borçu atıram.
boş yiyəm. Gəlin bura. Allah'tan başqa nemət verən, ruzu verən heç bir Təbii ki, batın inancdır şəxs Rövşən yoxdur. bəy. Yalnız və yalnız Allah. Allah'tan başqa heç kim ruzu bərəkət Ver verməz. görün mənə, Gəlin mən bura. qoyaram cibimə. İnan Allaha, Allah Baxın, heç kimi heç kimə möhtac eləməsin dəyərli dostlarım. İnsana möhtac olasan, ac qalarsan. Allaha ancaq möhtac olmaq lazımdır. Təbii ki. Gəlin bura dəyərli dostlarım. Dayan görək, gəlirəm. Baxın, evimizin koridoru. Geniş koridor, enli koridor. Hər bir şey qaydasında. Qiymət 110 min əşyaları ilə bir yerdə. Aysun xanımın təqdimatı ilə buyurun Mətbəxə keçdik. keçirik, dəyərli xanımlarımız. Çox geniş, rahat mətbəximiz var. Buyurun gəlin. Dararayray. Çox səliqəlidir. Mətbəx dolabları Oh, çox genişdir, oh, rahatdır. oh, Duvar kağıtları çox səliqəlidir. Kombi sistem bizə qədər hazırdır. Pəncərələrin setkasına qədər eyni zamanda bu fortuçkada görmüş olduğunuz kimi hər iki şəkildə istifadə edə bilərsiniz. Və pəncərədəki dəyərli izləyicilərimiz, Rövşən bəy təşəkkür edirəm. Pəncərədə öz həyətinə açılır görmüş olduğunuz kimi. Və bu mətbəxdə nə görürsünüzsə, çılçıraqlar da içində olmağından, paltar yuyan, soyuducu da içində olmağından hər bir şey evimizin içində qalır dəyərli izləyicilərimiz. Göz haqqınıza halal edin. Buyurun. Değerli dostum. Bal. Baldı bal. Allah onlara nasip eləsin inşallah. İnşallah. Kombimiz, radyatorlarımız hamısı yerində. Əşyalar elektronikaya qədər qalır. Haldenlik qalır. Samsung paltaryan qalır. Nə gözsüz qalır, gəlin bura. Evimizin bir dənə baxın bu mükəmməlliyə. Bu gözəlliyə bir dənə baxın hələ. Zalı, uqlavoyu, hər bir şəraiti. Televizoruna kimi. Ventilatoruna qədər qalır yəni ki. Evdə hər şey saxlayırıq. Gəlin bax bu gözəl naza nemətə bir dənə baxın. Allaha qurban olum. Fındığa bax bir Ruzulu dənə. bərəkətli evdir, bəli. Amin. Allah olmayanlara nəsib eləsin inşallah. Amin. Baxın. Əsma-i Hüsna. Allahın adı ilə. Allah ruzu bərəkət versin bütün bizim izləyənlərimizə. Allah hamısını qorusun bütün izləyənlərimizin. Bəsdir, dişim qırıqdır, içinə giyir. Gəlin bura. Dostlar, evimizin detsko otağı, uşaq otağı. Allah olmayanlara nəsib eləsin. Nə gözür bunlar qalır evin içində. Gəlin bura. Bu götürülür, bu yadigardır. Bəzi şeylər var yadigardır. Bunun heç əhəmiyyəti yoxdur dostlar. Eşiyə qoyasan illərlə qalar, heç kim götürməz. Prosto yadigarı var deyən götürürlər. Gəlin bura. Burada hər bir şey qalır. Nə görürsünüz? Təptəzə. Təptəzə. Hər şey qalır. İlis turna kimi. Çırağına qədər. Bax dostlar. Ən yaxşılarından, ən bahalılarından da. Love, I love you. Gördüyünüz kimi. Dostlar, hər şey qalır evin içində. Gəlin bura. Gəlin bura. Burada nə görürsünüz hamısı götürülür. Niyə? Çünki bu cehiz əşyası olduğuna görə dostlar, canlı yayımı da paylaşmışam. Burada nə var görürsünüzsə götürülür. Aysun xanımın əlaqə nömrələri 055 570 96 40. Və Rövşən bəyin əlaqə nömrələri 051 558 08 28. WhatsApp'ımız aktivdir. Gəlin bura. Dostlar, evin sanitar qovşağı. Çox səliqəli. Hər şey qalır. Duş, unitaz. Baxın bir dənə moydadır ha. Deyirəm Allaha şükür ki bunlar ancaq Azərbaycanlılarda olur. Ermənilərdə deyirəm şükür Allaha olmur. Bir şey ki bunu götürüb aparırlar. Avrular deyil, bədbəxtlər onu Bu içə olsa, götürərdilər. aynan erməni köpək oğlu hər şeyi götürərdi. Evin da aboylarını cırıb götürürdülər. Video baxmadınız. Həmi gülməkdən cırılmışam onlara mən baxanda. Qurumsaq köpək uşaqları hər şeyi götürüb gedirdilər. Düzdür, onlardan bizə qalan heç də lazım deyil. Tüpürüm onların belə nətər deyim, ən yaxşılarına. Gəlin bura inşallah dəyərli dostlarım. Allah həsrətində olanlara, kirədə qalanlara, ruzu bərəkət axtaranlara, bizdən ev alanlara, Allah hamısına ruzu bərəkət Amin Allah inşallah ki. Allah hamısını qorusun inşallah. Allah hər kəsə ruzu bərəkət nəsib eləsin. Nə qədər indiyə nə qədər məndən ev alanlar var, nə qədər məni izləyənlər var. Allah hamısının stolunu belə ruzlu bərəkətli eləsin. Xeyir dualı eləsin, düşərli eləsin inşallah. Gəlin Amin. Rövşən qardaşınızdan alın.
Rövşən oğlunuzdan alın. Rövşən əminizdən alın, dayızdan alın, fərqi yoxdur. Əlim ruzudur. Bax, bərəkətdir. Aysun xalavızdan, Aysun bibimizdən alın. Hə. Mən də qocalmışam da. Gəl, ha bibisən də sən. Nənəsən, nənədən. Yox, qədər. Ağ eləmədən nənə, harda nənə oldun? Nənəsən də, sən taçuşların hamısı nənət də. Qələt eləyirəm. Bax, əlim ruzu bərəkətdir. İnşallah ki, bu Kəbə evinə dəyən əllər inşallah sizə dəyər, xeyir bərəkət taparsınız. Gəlin məndən alın, məmnun qalın. Allahın izni ilə ruzulu bərəkətli gününüz olsun. Yolunuzu gözləyirik. Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40. Və Rövşən bəyin əlaqə nömrələri 051 558 08 28 dəyərli izləyicilər. Tez gəlin, bizləri yormayın. Gəlin, bu mükəmməl ev sizin olsun və əlavə də kimlər evini satırsa, harda satırsa bizə müraciət eləsin.